Şəmkir Su Meliorasiya Sistemləri İstismar İdarəsi rayonun 53.297 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Həmin sahələrin suvarılması üçün 5 əsas mənbədən və 874 subarteziyan quyusundan istifadə olunur. Hazırda isə 874 ədəd subarteziyan quyusundan 842 ədəd subarteziyan quyuları işlək vəziyyətdədir. Bu barədə televiziyamıza daha geniş məlumatı idarənin baş mühəndisi verib. Şəmkir Su Meliorasiya Sistemləri İdarəsi Şəmkir rayonu ərazisində əkinə yararlı 53.297 hektar ərazinin suvarılmasına xidmət göstərilir. Həmin sahələrin suvarılması üçün 5 mənbədən istifadə olunur. Şəmkir çayı, Zəyəm çayı, Kür çayı, nasostansiyalar və subarteziyan quyularından istifadə olunur. İdarənin balansında 959,1 km torpaq, kanal və qapalı suvarma şəbəkəsi mövcuddur. Onlardan 68,21 km qapalı suvarma şəbəkəsi, 30,3 km beton üzvlük kanallar, digərləri isə torpaq məzəli kanallardır. Hazırda idarəmiz tərəfindən torpaq məzəli kanallarda kol, kostan və lildən təmizlənmə, beton üzvlüklü kanallarda isə lildən təmizlənmə işləri görülməkdədir. Cari ildə 47,6 km kanal lildən və kol, kostan təmizlənmişdir. Qeyd edək ki, hazırda Şəmkir rayonunda dənli bitkilərin suvarılması prosesi başa çatmaq üzrədir. Kamran Əskiparalı, Amin Qəhrəmanov, Bugün İnformasiya proqramı üçün.